Aprelin 23-də Pekində Prezident İlham Əliyevin Çin Xalq Respublikasının sədri Si Jinpinlə geniş tərkibdə görüş olub. Sədr Si Jinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafını və əldə etdiyi nailiyyətləri məmnunluqla qeyd edib. Söhbət zamanı ötən il Astanada keçirilmiş görüş əsnasında ölkələrimiz arasında strateji tərəfdaşlığa dair qəbul olunan birgə bəyanat məmnunluqla xatırlanıb. Bugün dövlət başçıları tərəfindən imzalanan birgə bəyanatla isə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinin daha bir pillə yüksələcəyi qeyd olunub. Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində əməkdaşlığı məsələləri və qarşılıqlı dəstəklərinə toxunulub. Çin Xalq Respublikasının sədri Azərbaycanın Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinə sədrliyini məmnunluqla vurğulayaraq, bu xüsusda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib. Görüşdə Azərbaycanın və Çinin daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla vurğulanıb. Dövlətimizin başçısı vahid Çin siyasətini həmişə dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri birmənalı şəkildə pislədiyini qeyd edib. Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səylərlə mübarizəsi qeyd olunub. Si Jinpin COP29-un Azərbaycanda uğurla keçirilməsi və qlobal cənubun maraqlarının təmsil olunması baxımından Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib. Prezident İlham Əliyev buna görə təşəkkürünü bildirərək COP29 çərçivəsində qlobal iqlim gündəliyi üçün vacib qərarların qəbul edildiyini xatırladıb, dövlətimizin başçısı öz növbəsində Si Jinpinin müdrik rəhbərliyi və Çinin inkişafına toxunub. Ölkələrimiz arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğu bildirilib. Artıq Azərbaycanın müvafiq qurumları ilə Çin şirkətləri arasında bu sahədə çoxsaylı sənədlərin imzalandığı və praktik əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Görüşdə hökumətlərarası komissiyanın sonuncu iclasına toxunulub, humanitar və mədəni sahələrdə əməkdaşlıq məsələləri qeyd olunub. Ticarət dövriyyəsinin son dövrlərdə 20%-dən çox artması müsbət qiymətləndirilib. Çin Xalq Respublikasının sədri Azərbaycanın bir kəmər bir yol layihəsini ilk dəstəkləyən ölkələrdən biri olduğunu məmnunluqla xatırladıb. Bu çərçivədə ölkələrimiz arasında əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə olunub. Son dövrlərdə orta dəhliz vasitəsilə Çindən Avropaya gedən yüklərin həcmində artım dinamikası məmnunluqla qeyd olunub və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanların olduğu vurğulanıb. Strateji tərəfdaşlığa dair birgə bəyanatda qeyd edildiyi kimi, Azərbaycanın qlobal təhlükəsizlik, qlobal inkişaf və qlobal sivilizasiyalar, həmçinin bəşəriyyətin vahid taleyi kimi Çinin təşəbbüslərini dəstəklədiyi bildirilib, bununla bağlı əməkdaşlıq məsələlərinə toxunulub. Si Jinpin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək zirvə toplantısına və bu çərçivədə təşkil olunacaq bir sıra təntənəli tədbirlərə dəvət edib. Dövlət başçısı dəvəti məmnunluqla qəbul edib.